Balacağımız 5 yaşındadır. Bizə gələrkən ayaq içə atma, içə basma, çiyin asimetriyası, sağ tərəfli hemipariz və bunlarla yanaşı enureksiya, yəni sidik saxlamamağı var idi. Müalicəmizə başladıq və kompleks başladıq. Həm ayaq problemi, onurğa problemlərinə görə, hemiparizə görə, həm də sidik saxlaya bilməməyə görə. Bugün müalicəmizin 17-ci günüdür və anasından soruşmaq istəyirik, çünki 24 saat anasının yanındadır. Necə bir fərqlər hiss edirsiniz? Çox hər şeydən dəyişiklik var. Yeriməyində, sidik qaçırma ləğv oldu, yoxdur. Sidik qaçırma yoxdur. Əl ayaq rahat işlədir. Əl ayağını rahat işlədir. Ən əsası da hiss edirsiniz ki, artıq əlli, ayağı sərbəst. Xeyli irəlilmə var, çünki sağ ayaq təbəndə, sağ əllə təbənirdi. İndi əl ayaq işlədir. Artıq o sinkneziyalarımız gedib. Sağ əli ayrıca rahat tərpənir, sonra fərqli işlədə bilir və sidik qaçırma da yoxdur. Bu əlavə bir həqiqi uğurdur ki, bir güllə ilə 2 quş vurmaq, belə deyək. Və bu 17 gündə də əziyyət çəkən Ülviyə xanımdır. Yəni bu 17 gündə işlə məsuliyyətlə yanaşdı və bir pasiyentimizi bir neçə problemlərdən xilas edə bildik. Bizi izləyən pasiyentlərə nəsə demək istəyirsiniz? Əlbəttə ki, böyükdən kiçiyə kim istəyir şəfa tapmaq istəyən bura müraciət edə bilər. Çox sağ olun.